Artıq gecə saat 3 idi və biz yola qoyulmuşduq. Bir neçə saat yatandan sonra biz avtobusa mindik və avtobusla yolumuzu davam elətdirdik. Getdiyimiz yer çox təhlükəli yollar olduğundan daha təcrübəli sürücülərə ehtiyac var. Ona görə bizi orada avtobuslar qarşılayır və turistlər ora yerləşdirirlər. Sonra da biz mənzilimizə yollanırıq. Bizim gidimizde oraya gideceğiz. Bize paltarlar verirler. Ayaklarımızı örtmek için. Çünkü müqəddəs yerde onun belə geyinir. Get the holy water. That's number 6. Digər adı ilə desək cənnət qapıları hündürlüyü dəniz səviyyəsindən 1058 metr təşkil edir. Bu qiymətlərdir. Bunlarda bu biletlərimizi ver. Çirtaqanq. Həmin o məşhur yerlərdən biri. Bura mütləq gəlməyə lazımdır. Bu balıqların gözəlliyinə baxın. Astaganga. Muzey Astaganga. Start from here. So in here we have three type of coffee. So that's we have two type of regular coffee and one type of the special coffee. I think you heard about the special coffee. That's coffee from animal. From Elephant Island. No, that's from Luwak. Luwak. Yeah. Ubud. In Bintang supermarket you can find that. Bintang. Right, because in Bintang supermarket there is a big mark. And when they're ready to make, and for the green cacao that we make for hot chocolate. So did you know durian? Coconut. Oh yes, So is it it's the like stinky garlic. fruit? Yes. Is it not like garlic? But is it not like jackfruit? That looks like a jackfruit. So it's little bit difficult to open. Okay, so this is the luwak. Oh. From him, Yeah, the coffee that's you from get him. coffee. Yeah, but not from this animal indicate like that. That's why this fruit doesn't have an aroma. So you can smell it. This doesn't have an aroma. Yes. Yeah, because we dry already. So and that's for roasting. For 1 kilo of coffee beans, that's until 40 or 50 minutes. So that's until we getting brown coffee color. Also until we get an aroma from the coffee. Alright. So like you can get a ginseng, vanilla, coconut, chocolate, and avocado coffee. And for your everything tea, you can get in mangosteen, pandanus, lemon, rosella, that's from hibiscus flower. Also, you can get in curcuma, and the last you can get in ginseng already. So for your coffee with flavor, start. Yani bu hayvanın No, livakındır da biz ona 4 euro vermədik.
İndi bəlkə qeyb alarıq. Burada hər şey yazılır. Burada bulan çaylarıdır. This is for Luwak Cafe. Aha. Bu Luwakdır. Bu həmin o çaylardır, yapamıyor. Letter. Bu çaylar. Bunları da aldıq. Aha, çaylar, kofe, bunlar qoymuram. Bunları kurkuma. Cins. Ehtiyatlı ol hayat. Balıklar. Həmin balıqlar. Bring the chance we'll get Çörəyi bırak. Yox. Çəkirəm. Özden ben açarsın şu kapıyı. Aa, sağ ol. Elə olmalı da. Nə açmalı deyil. Philadelphia'da sən ye. Bir dəfəlik deyil. Niye normal? Normal, çox da bəyənmədim mən. Ben zəlli Bakıda daha da. Deyə bilərəm ki, yediyim suşilərdən bir dənə bu suşunu bəyəndim. Sashimini bəyəndim. Bir də indi bunu yoxlamamışam, bilmirəm. Amma Philadelphia'ya bunlar salmon roll deyirlər sadəcə olaraq. 4 saat yatandan sonra gecə saat 3-də bizi transfer gözləyirdi və biz yola qoyulduq. Artıq aeroporta getməliydik. Çünki yolumuz çox uzaqdır. Otelimizdən hava limanına yol 1 saat təşkil edir. Thank you so much. Ay, həyatım aldığımız şey çox qəşəng yaraşır və Lukun. Sən Bakı təzə geyimlə gəlsən qəşəng. Deməli baxım, orada bizə loxlamaq istəyirdi qaqaş. Burada çox qəşəng qiymətə Livak kofesini tapdıq. Veya götürdük. Hə, bu deməli tündür, daha tünd, stronger olanıdır. Yəni Robusta ilə Arabika qarışıqdır çünki. Bu amma spesiallə ancaq Arabikadır. Görürsüz, Arabika burada da yazılıb. Robusta Arabika. Robusta tünd kofe olduğundan daha çox espressoda falan. Yəni biraz stronger kofe. Burada çox gözəl şeylər tapdıq. Yəni bir dənə buna baxın, amma çox bahadır da, yəni overpriced. 375 bin rupi həyatım nə qədər eləyir? Hadi exchange. Hadi exchange. 175. Hə, 38 mi? malacaq. Bir dənə buna baxın. Vididə çox qəşəngdir. Bu pistaşko künəfə. Künəfəli şokolad. Burada deməli bunlardan da tapdıq. Mangostin almışdıq biz böyüyündən. Amma bu başqa firmanın da artıq, bu onların deyil. Amma bunu çox məsləhət görürəm. Dəhşət dadlı idi də.
Yəni you would to try. Lemongrass. Çok polezli bir şeydi. Ha. Xanımlar, üzə çox xeyirdir. Bir də cavan qalmağa çox xeyirdir. Ginger tea. Sonra nə idi həyatım? Ginseng tea var idi. Ha? Lemongrass. Burada ginseng yoxdur məsələn bax. Biz götürdüyümüz ginseng idi. Baxın burada belə bir şey tapdım. A well wish to all who light a stick. Long burning sticks with holder. Çox qəşəngdir. Çox estetik şeylər çoxdur burada. Mən də estetik şeylərin xəstəsiyəm. Sevgilim də mənim estetik xəstəliyimə dözür. Ne gösteriyor? Estetiklik xəstəliyi. Baxın burada da var. Cürbəcür, yenə Lüvak kofedə. Məncə Baliyə gəlib Lüvak kofesini alıb yoxlamamaq ayıb olar. Burada böyükləridir. Qiymətlərini də sizə çəkirəm ki, görəsiniz. Güclə bəlana çatdırdıq. Hayatım bu ne evden? Guangzhou'dan Naprimoi reis Bakıya uçur. Amma bizə demişdilər ki, biz gələndə Primoy reysi yoxdur, Çerezorumçu yoxlanış keçirilməlidir. Qaydanda da eyni şey yuxarıda dedilər ki, Çerezorumçu uçmalısınız. Bəyaqlar gəldik, burada heç nə yox idi tabloda, dəli olduq. Heç kəs də yoxdur burada, belə Yoldaşım Veza konserji vasitəsilə avtomobil sifariş etdi. Avtomobilimiz çox rahat idi. Eyni zamanda sürücü də çox ehtiyatlı yolu idarə edirdi. We go to a party